Eşidirsən? Gör, Mahir bizim toyumuza nə qədər pul salıb. Mahir də atamın əmisi oğlu. 3 nəfər gəlib 50 manat pul salıb. Yaxşı, nəysə. Təsəvvür verirsiniz Veynərə xanım, 3 nəfər toya gəliblər, 50 manat pul atıblar. Belə də olmazdı. Çox sağ olun Veynərə xanım, təşəkkür edirəm. Bu 50 manat toyun pulu, bu 5 manat afisantın pulu, 2 manat şəklin pulu qabırğa olsa 2 manat da onun, yaxşı, bəs marojna, ondan sonra... Getmirəm ya toya, pul göndərirəm və salam. Hələ sizə bilsin ki, yer tutmuram. Alo, Gündüz, eşidirsən məni, gör nə deyirəm. Mən toya gəlməyəcəm, sən mənim yerimə 50 manat yazdır, sonra gəlib məndən alarsan, yaxşı? Yaxşı etməmişdir, sənin mən 50 manat borcum var idi da. Elə Raşot oğlu. Necə onu buna qatmayayım? Yaxşı, yazdır, gələrsən mən verərəm 50 manatı. Sənə bax mənim pulumu verirsən? Maaşımı alanda verərəm. Onda toyun mübarək. Kino var ki, xoş sonluqla tamamlanır. Kino da var ki, bədbin sonluqla tamamlanır. Kino da var ki, yarımçıq qalır və aktyor öz ifasını tamamlaya bilmir. Necə ki, mən bunu bir dəfə yaşamışam. Axşamınız xeyir olsun, tamamla efirdədir. Kino haqqında əvvəz elə danışmadım, çünki bugünkü verilişimizin oyunçuları məhz kinoya bağlı insanlardır. Beləliklə, ilk komandanın oyunçuları aktyorluğun ulduz zirvəsinə hər gün bir addımda yaxınlaşan Rasim Cəfər. Təcrübəli sənətkarlardan hər gün sözün yaxşı mənasında nəsə oğurlayan Bəhruz Vaqifoğlu. Müğənnilik və aktrisalığı çox gözəl bacaran, necə deyirlər, ikisi birində Zöhrə Abdullayeva. Hörmətli dostlar, sevilən insanlar, xoş gəlmişsiniz, sizi salamlayıram. Beləliklə, ikinci komandanın üzvləri, gənc və iddialı. Nə vaxtsa bizi beynəlxalq mahnı yarışmalarında layiqincə təmsil edə biləcək Azad Şabanov. Son illər bir partlayış yaradan, istedadlı və gözəl aktrisa Pərvin Abiyeva. Hamımızın ağsaqqalı, hamıya kişi gərək sözünün üstündə dursun deyən sevilən aktyorumuz Əjdər Həmidov. Muzdun o olar ki, mənim kimi bəylə qohum olarsan. Qoy arabanı kəndə çalsın. Xalqımın gülləri nə gözəl, necə şən keçir. Şuşanın dağları, başı dumanlı. Torpağı əkib becərməsən onu qorumağına dəyməz. Qorumasan, əkib becərməyinə dəyməz. Sənə bənzər yer gəzdim, evdə sənə Tayhan. Bravo, bravo. Qeyd edeyim ki, əziz komandalar, əziz oyuncular, bugünkü turlarımızın çoxu məhz kinoya aid olan suallar, tapşırıqlardır. Və bunun üçün nə etməlisiniz? Oyunumuzun qaydaları var. Oyunumuz 6 turdan ibarətdir. Sizə müxtəlif mövzuda suallar, tapşırıqlar təqdim olunacaq. Yalnız və yalnız tamamla siqnalından sonra kapitanlar, bilmirəm hələ ki kimlərdir, düyməni sıxıb həmin sualları, tapşırıqları komanda şəklində tamamlamalısınız. Və təbii ki, oyunun sonunda qalib gələn komanda sponsorlarımızdan çox dəyərli hədiyyələr qazanacaqlar. Və mən bir şey qeyd edeyim, əziz komandalar. Komandaların adı və kapitanı olmalıdır.
Siz bu barədə yaxşı-yaxşı fikirləşin, götür-qoy eləyin. Mənsə ilk turumuzu elan edirəm. Beləliklə ilk turdayıq, oyunumuz başlayır və həyəcanlı anlar başlamaq üzrədir. Əziz komandalar, qeyd elədiyim kimi adınız və kapitanınız. Başlayaq sizdən. Əjdər müəllim, komandanızın adı və kapitanı kimdir? Adı Kinodur. Adı Kinodur, kapitan? Kapitan da Azad Şabanov. Beləliklə komandanın adı Kino, kapitan Azad Şabanov. Başlayaq sizdən. Zöhrə xanım. Komandanın ağ birçəyi, Əjdər müəllim orada ağsaqqaldır, siz də burada ağ birçəysiniz. Komandanızın adı və kapitanı? Olsun sinema. Sinema. Adı. Kapitan da kim? Bəhruz. Zöhrə xanımgilin komandasının adı isə Sinema, o da kino ilə əlaqəlidir. Kapitansa Bəhruz. Alqışlar. Komandalarla tanış olduq və ilk turun sualı. İlk turda nədir? İlk turda siz filmlərdən fraqment görəcəksiniz. Yarıda kəsiləcək. Tamamla siqnalından sonra kapitanlar düyməni sıxıb, həmin frazanın ardını tamamlamalısınız. Aydındır? Aydın. Hamınıza uğurlar. Diqqət ekrana. Bir söz de mənə, Nəsimmi, vəsf elə məni şair. Vəsf zamanı deyil, afət. Ölümə gedirəm, yalvarıram. Azad. səni bu hüsnü camal ilə, kamal ilə görüb qorxdular, haqq deməyə döndülər, insan dedilər. Gəlin baxaq, biləcəyik. Doğru tamamlanıb, yoxsa yox? Ölümə gedirəm, yalvarıram. Səni bu hüsnü cemalı, bu kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər. Bravo! Kino komandası və xüsusən Əjdər müəllimə təcrübə öz sözünü deyir. Bəli, tam doğru tamamladınız. Bir xalı qazandınız. İndi isə sinema komandası növbəti filmdən fraqment. Baxaq. Nə edirsən belə? Torpağı daşlardan təmizləyirik, dədə. İstəyirik buranı şumlayaq, əkək. Nə məsləhət görürsən, dədə? Bu dəfə Bəhruz. Düyməni tez sıxdır. Buyurun. Mənim fikrim orada. Ancaq burada bitdim. Yaxşı, başa düşdüm. Deyir, nə məsləhət görürsən, dədə? Deyir, məsləhət doğul. Torpağı əkib becərməsən, onu qorumağına dəyməz. Qorumasan, əkib becərməyinə dəyməz. Biraz tərəddüdlü cavabdır. Düz deyil. Hardasa yaxınlıq da var, yaxınlıq da yoxdur. Mən istəyirəm rəqib komandadan da variant alım. Əjdər müəllim, daha dəqiq cavab verə bilərsiniz. Torpaqlarımız çox bəlalar görüb. Çox igidlərimiz, qəhrəmanlarımız qırılıb. Amma biz hələ varıq, yaşayırıq, olacağıq. Bəli, kino komandasından Əjdər müəllimdən də belə bir cavab. Amma gəlin baxaq görək əslində doğru cavab hansıdır? Nə məsləhət görürsən, dədə? Məsləhətdir. Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qutarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Bravo Əjdər müəllim! Rasim, çox təəssüf. Mən araya montaj eləmişəm. Bəli, sən başqa fraqmentdən misal çəkdin, amma Əjdər müəllim daha dəqiq variantı səsləndirdi. Bravo Əjdər müəllim, bravo. Və kino komandası 2 xalı qazandı. Sonuncu filmdən fraqmentə baxaq. Arşınmalçı sənsən, lisədə ay xətikən, utanmırsan ki ya, bu arvadı evdə 12 il dur saxlı mənə vermirsən. Neyli, mən bir yaxşı adam tapmıram da. Yaxşı adam, mən gəl qoğum olaq da. Doğru bilirsən, mən yoxsa zarafat edirsən. Adatayım zadımsa sənə zarafat edeyim, laf ürək sözümdür. Yaxşı, fərz elə ki, mən xalamı verdim sənə. Çox əcəb, çox əcəb. Bəs sən əvəzində mənə nə verəcəksən? Azad. Buyurun. Azad, düyməni sıxdın, bravo. Buyurun. İndi tamamlayın. Sənin muzdun o olar ki, mənim kimi bəylə qohum olarsan.
xalomuz da olar ki, canı rahat olar. Aha. Mənim də muzlum olar ki, savab iş görmüş olaram. Bax, belə olmalı təxmin. Gəlin, baxaq biləcəyik Əjdər müəllim doğru tamamlayıb, yoxsa yox. Yaxşı. Fərz elə ki, mən xalamı verdim sənə. Çox əcəb, çox əcəb. Bəs sən əvəzində mənə nə verəcəksən? Nə verəcəyəm? Sənin müzdün o olar ki, mənim kimdəylə qohum olarsan. Xalanın da müzdü o olar ki, canı rahat olar. Mənim də müzdüm o olar ki, savab yeyiş olaram. Yox, bəy, bu sayaq sərf eləməz. Bravo, bravo. Əjdər müəllim yüksək oyun nümayiş etdirir. Bravo Əjdər müəllim. Əzdər bilirsiniz demək olar. Dəqiq, tam dəqiq cavab verdi. Beləliklə, ilk turumuzda kino komandası 3-0 hesabı ilə önə keçdi. Alqışlar, biz isə keçirik növbəti tura. İkinci turdayıq. Bundan əvvəlki turda Əjdər müəllim demək olar ki, tək başına kino komandasını 3-0 hesabı ilə önə keçirdi. Əziz oyuncular, ikinci turda çox məşhur mahnılar, bizim mahnılar, yəni şəhərlərə aid mahnılar şeir formasında səslənəcək, şeir formasında. Yarıda kəsiləcək. Tamamla siqnalından sonra kapitanlar düyməni sıxacaqsınız və həmin mahnının ardını tamamlamalısınız. Aydın oldu? Aydın, ümidimiz. Hazırsınızsa ilk mahnının sözlərini eşidək. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları burma-burmadır. Azad. Azad. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları burma-burmadır. Gəncədə bir qız var, adı Nurunadır. Günəşə sən çıxma, mən çıxım deyib. Gəncədə bir qız var. Azad. Azad. Necə? Teli xurmadır. Durnadır. Gəncədə bir qız var, teli durnadır, sonra? Günəşə sən çıxma, mən çıxım deyib. Günəşə sən çıxma, mən... Ay deyir, vay deyir. Oxu. Günəşə sən çıxma, mən çıxım deyib. Başdan gedək bir dəndə onu. Alqışlar. Pərvin, indi biləcəyik ki, doğru tamamlamışsınız, yoxsa yox. Eşidək. Gəncədə bir qız var, teli durnadır. Günəşə sən çıxma, mən çıxım deyir. Ay deyir, vay deyir. Günəşə sən çıxma, mən çıxım deyir. Ay deyir, vay deyir. Günəşə sən çıxma, mən çıxım deyir. Bravo, bəli. Kino komandası doğru tamamladı. Deyəsənlə belə də davam edir. Azər Zeynalovun ifasında gözəl bir mahnını eşitdik və bir xalı qazandı. Yenə də kino komandası, sinema komandası. Bəhruz, nə baş verir? Deyirəm, bəlkə Rasim ilə yerimizi dəyişək. Dəyişə bilərsiniz, amma növbəti turda. Turun ortasında dəyişmək olmaz. Növbəti turda. İkinci mahnının sözlərini eşidək. Bakı əziz şəhər, mehriban diyar. Sinəndə boy atıb oldum bəxtiyar. Səndə ilk eşqimin yadigarı var. Azad. Buyurun, tamamlayın. Bakı əziz şəhər, mehriban diyar. Sinəmdə boy atıb oldum bəxtiyar. Səndə ilk eşqimin yadigarı var. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz devlətim, əzizimsən. Bakı mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz devlətim, əzizimsən. Gözəl Bakı, gözəl Bakı. Gəlmişdə görə doğru tamamlayıb, yoxsa yox? Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən, gözəl Bakı. Bəli.
ikinci halı da qazandı. Kino komandası, alqışlar. Bəhruz. Ola bu səfər basa bilməsəm oradan bura. Yox, hələ olmaz. Başa gedim o tərəfə. Bəhruz. Qorxuram bura gəlməyə. Və sonuncu mahnının sözlərini eşidək. Şuşanın dağları deyir dumanlı, qırmızı koftalı, yaşıl tumanlı, dərdindən ölməyə çoxdur gümanlı. Bəhruz. Bu dəfə Bəhruz. Üzümə baxdım. Şuşanın dağları, başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı, dərdindən ölməyə çoxdur gümanlı. Ay qız, bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən, onu bil. Danışmasan da balım, barı gün. Bravo Zöhrə xanıma. Amma gəlin biz də mahnını eşidək. Bu nə qaşın, bu nə çayır, öləm dərdindən, onu bil. Danışmasan da bala, barı gün. Alqışlar. Bəli. Ölməz Xan Şuşinski. Və bu turda hesab oldu 2-1. Yenə də kino komandasının xeyrinə. Əziz tamaşaçılar, biz isə ayrılırıq reklamlara. Reklamlardan sonra davam edəcəyik. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşadarıq. Ömrüm şövqü məhəbbətdir, ömrüm şövqü məhəbbətdir, məhəbbəti yaşadarıq. Ömrüm şövqü məhəbbətdir, ömrüm şövqü məhəbbətdir, məhəbbəti yaşadarıq. Hər bir evə nur yaxdıran, hər bir evə nur yaxdıran mehribanlıq işığıdır. Məhəbbətlə yanan çıraq, məhəbbətlə yanan çıraq ürəklərdə işıqlıdır. Məhəbbətlə yanan çıraq, məhəbbətlə yanan çıraq ürəklərdə işıqlıdır. Sevil sənə, gül sənə, bir gəlin tapdım sənə, parmaqları qızıl
Azad, sənə təşəkkür. Gözəl ifa və gözəl bir filmlə, Qaynana filmindən Papuri mahnı səsləndirdiniz. Əhvalımız daha da yaxşı oldu. Çox sağ olun, təşəkkür edirəm. Üçüncü turdayıq. Bundan əvvəlki turda yenə də kino komandası 2-1 hesabı ilə önə keçdi. Və mən nə görürəm? Mən görürəm ki, sinema komandasında Rasim ön tərəfdə dayanır. Və o deməkdir ki, kapitan deyəsən Rasimdir bu dəfə. Hə, Rasim? Cəhd eləmək istəyirəm bəlkə nə? Hə, Bəhruz hələ ki ümidlərinizi doğrultmur. Rasim, sənə uğurlar arzulayıram. Çox olsun. İnanıram ki, ümid edirəm ki, heç olmasa bir turu siz qazana biləcəksiniz. Üçüncü turda nədir? Əziz komandalar. Pərvin xanım. Ekranda məşhur kino xadimlərimizin ad və soyadlarının bəzi hərflərini görəcəksiniz. Tamamla siqnalından sonra kapitanlar düyməni sıxır və siz hərfləri, qalan hərfləri əlavə eləməklə ad və soyadı tamamlamalısınız. Ona görə də ekrana diqqətlə baxmaq lazımdır. İlk ad və soyad. Diqqət ekrana. Azad, Azad, Azad. Azad rəqib komandanın kapitanlarına imkan verilir. Buyurun. Pərvin xanım, Əjdər müəllim, kimdir? Məşhurlardan, bizim məşhur kino xadimlərimiz. Onlar biz deyək. 3-ə kimi sayıram, 3-ə kimi sayıram. 1, 2, 3. Şahmar Ələkbərov. Şahmar Ələkbərov. Gəlin baxaq. Bəli. Bəli. Bir balı qazandı. Növbəti ad və soyad, diqqət ekrana. Çox cüzi fərqlə, olduqca cüzi fərqlə düyməni ilk olaraq Rasim Cəfər sıxdı. Buyurun, kimdir? Adil İskəndarov. Gəlin baxaq. Bəli, Adil İskəndarov. Hesab bir-birdir. Maraqlı gedir oyun. Və Rasim növbəti ad və soyad. Diqqət ekrana. Azad. Azad. 3-ə kimi sayıram. 1, 2, 3. Cavab. Şəfiqə Məmmədova. Gəlin baxaq. Əzbər müəllim dedi də, o bilmir. Bəli. Bizim gözəl kino aktrisamız Şəfiqə Məmmədova. Hesab 2-1-dir. Kino komandası öndədir. Növbəti ad və soyad. Diqqətlə baxaq. Aha. Bəli. Azad bugün kapitan olaraq inanılmaz reaksiya verir. Buyurun, Əjdər müəllim. Pərvin xanım, bəlkə siz tamamlayasınız. Biz bayaq içəridə də bu şəxsiyyətin haqqında biraz danışdıq. Məlik Dadaşov. Məlik Dadaşov. Gəlin baxaq. Bəli, Məlik Dadaşov. Sonuncu ad və soyad. Diqqət ekrana. Rasim, Rasim. Buyurun. Zərnigar xanım Atakişiyeva. Zərnigar xanım Atakişiyeva baxar. Bəli, və bu turda hesab oldu 3-2 yenə də kino komandasının hesabında. Biz isə əziz tamaşaçılar, keçirik növbəti tura. Dördüncü turdayıq. Bundan əvvəlki turda yenə də kino komandası çox təcrübəli oyunçu, təcrübəli sənətkar Əjdər Həmidovun sayəsində 3-2 hesabı ilə önə keçdilər. Bravo. Və təbii ki, Azadın çox gözəl reaksiyası sayəsində. Cöhrə xanım, mənə elə gəlir bu tur sizdikdir. Çünki nəyə görə? Dördüncü turda bayatılardı. Ekranda tamam nənənin bayatısını eşidəcəksiniz. Yarıda kəsiləcək. Tamamla siqnalından sonra, Rasim, çox təəssüf, tamamla siqnalından sonra düyməni sıxıb həmin bayatının ardını tamamlamalısınız. Yalnız və yalnız bir misranı tamamlamaq qalır. Hazırsınız? Diqqət ekrana. Bulut hanı, ay hanı.
Qışın kimi yay hanı, sənə oxşar yar gəzdim. Ay bala, sən Allah gəl mənimi qrupdan çıxart, bu səs mənə başımı tamam xarab elədi. Gənci biləsim, seyf eləyim. Rasim. Rasim. Buyurun, Zöhrə xanım. Sənə bənzər yar gəzdim, eldə sənə Tayhan. Amma gəlin baxaq görək, tamam nənə Zöhrə xanımın cavabından razı qalacaq, yoxsa yox? Bulud hanı, ay hanı. Qışın kimi yay hanı, sənə oxşar yar gəzdim. Eldə sənə tay hanı. Bəli, bravo. Bir xalı qazandı sinema komandası və Azad sonuncu bayatı. Diqqət ekrana. Bala dadı, bal dadır. Bala adam alladır. Yaxşısını mən qurban. Pə. Bu təndir çörəyini məni lap məst elədi da. Bax 2 gün qal. Dietam qutaran kimi girişirəm bu təndir çörəyinə. Azad. Kömək edirəm. Bala dadı baldadır, bala adamı aldadır. Yaxşısına mən qurban. Pisi də baldadır. Yox. Pisi də baldadır. Cavabınızı qəbul edim. Bəlkə sizin daha dəqiq cavabınız var. Zöhrə xanım. Yaxşısına mən qurban, acısı da baldadır. Acısı da baldadır. Fərqli cavablardır. İkisi də yaxındır. Amma əslində gəlin baxaq görək hansı variant daha doğru. Əslində acısı da baldadır. Bala dadı, bal dadır. Bala adam alladır. Yaxşısını mən qurban, pisi yenə baldadır. Mən düz demişəm. Zöhrə xanım. Orada yaxşı oyun. Və bu turda hesab oldu 1-1. Axır ki, heç işə alındı. Biz isə keçirik növbəti tura. Beşinci turdayıq. Bundan əvvəlki turda hesab 1-1 oldu. Və biz... Mən gözlərimi inana bilmirəm. Pərvinlə Azad yerin dəyişib. Pərvin, sən kapitan düymə sıxmaqsan? Keçən oyun yadınızda? Keçən oyunda sən yarışmışdın. Hə, düymə sıxmaqsan. Mən sıxırdım ancaq. Bu dəfə kapitan sən olmaq istəyirsən. Yəni bu komandanın qalibiyyətindən, qələbəsindən ruhlanan bir addımdır, yoxsa necə Pərvin? Azaddan narazı qalırsan. Yaxşı qaça bilməsən də Azaddan. Həm qaçır, həm İlham Pərisi kimi. Aha, şans verirsən xanıma. Hələ ki, qaçırdı, əla da qaçır. Sinema komandası, onlar göstərmək istəyir ki, bizdə aktrisa da qaça bilir. Ümumiyyətlə, mən göstərmək istəyirəm ki, xanım, nə qədər xanım olsa, o qədər də yəni qaçmağı da bacarır, hər iş əlindən gəlir. Bəli, çox gözəl. 5-ci tur nədir? Güzel, bunu bax da. Aktyor cütlüyünü tamamlamaq. Ekranda görəcəksiniz bir neçə aktyor cütlüyünü və sonuncu aktyorun tərəf müqabilini, yəni sonuncu cütlüyü siz tapmalısınız. Hazırsınız? O da tamamla siqnalından sonra. Bəli, tamamla siqnalından sonra kapitanlar düyməni sıxıb tamamlamalıdırlar. Diqqət ekrana. Moşu Söylü, Məhəmməd Züleyxa, Məşədibat, diqqət. Buyurun. Buyurun. Burada biraz belə... Cütlük, başa düşdüm. Obrazların cütlüyü, bəli. Yəni, əks cins olmalıdır. Bəli. Məşdibatın 2 dənə olaraq, biz onu neyniyək? Birini Gülnaz məntiqlə. Sənəm, axırda sənəmi alır, amma Gülnaz. Gülnaz deyirsiniz. Gəlin baxaq. Bəli, Gülnaz. Hesab 1-0'dır sinema komandası. Təbrik edirəm. Onu da deyək ki, qoy tamaşaçılarımız da bilməyənlər də bilsin, ola bilər bilmirlər. Məşədibat rolunu ölməz sənətkarımız Əliağa Ağayev, Gülnazı isə Tamara xanım, Ağamirov, Gözəlova idi o vaxt. Tamara Gözəlova, bəli, Tamara Gözəlova. Diqqət, ekrana baxaq, Əjdər müəllim.
Oktay Əsmər, Şirin dayı Nərgiz xala, Mehman, Rasim. çox cüzi fərqlə. Rasim düyməni ilk. Çox cüzi fərqlə. Yox. Buyurun. Obraz, Mehman və Züleyxa. Yəni Flora xanım Kərimova. Bəli. Gəlin baxaq. Bəli. Bəs kim deyə bilər? Mehman obrazını oynayan aktyor. Özbək aktyorudur. Uluqbəyin ulduzlarında da oynayır. Deyəsən rəhmətə getdi. Bimbolad Vatayev. Ha, Bəli, Bimbolad Vatayev. Özbəkdir. Biz Zöhrə xanım. Tacikdir, bəli, Tacikdir. Deyirəm axı gözəldir. Və təbii ki, digər aktyorlarımız Oktay Həsən Məmmədov, Əsmər Leyla Şeflinskaya, Şirin dayı Məmməd Rıza Şeyx Samanov, Nərgiz xala isə Azad kimdir? Nəcibə Məlikova. Nəcibə Məlikova, bəli. Və hesab 2-0-dır. Axır ki önə keçdi. Sonuncu, diqqət ekrana. Bəxtiyar Saşa, Mətanət Elşən, Anjelika və Pərvin. Bəli, beləliklə düyməni ilk sıxdım. Beləliklə kim? Anjelika və Mixaylo. Anjelika və Mixaylo. Gəlin baxaq. Nə visinin çıxar? Bəli, Mixaylo. Bəli, yox, Rasim. Veselin ola bilməz, çünki Anjelika Mixaylonu sevirdi. Və təbii ki, biz o rolları ifa edən aktyorları mütləq qeyd eləməliyik. Beləliklə, Bəxtiyar rolunda Rəşid Bekbudov, Saşa kimdir? Rus aktrisa. Kimdir? Tamara Çernova. Hə, Tamara. Bəli. Mətanət kimdir? Kakova. O da Tamaradır, Kakova. Üzbeçka. Elşən. Gündüz Abbasov. Mixaylo. Nodar Şaşıqoğlu. Yaxşı, bəs Anjelika. Hamısına Allah rəhmət eləsin. Agniya Yelikoyeva. Asetin aktrisasıdır. Bəli, bu turda hesab oldu 2-1 sinema komandasının xeyrinə. Biz isə keçirik növbəti tura. Əziz tamaşaçılar, beləliklə çox maraqlı, çox gərgin keçən oyunumuzda sonuncu, 6-cı turdayıq. Əziz komandalar, bu tur sizin üçün şansdır ki, xal ehtiyatınızı çoxaldasınız. Çünki hər sual 3 xal dəyərində qiymətləndiriləcək. 3 xal dəyərində. Sual nədir? Filmlərdən mahnı fraqmentlərini görəcəksiniz ekranda. Mahnılarla bağlı olan fraqmentlər. Yarıda kəsiləcək və təbii ki, tamamla siqnalından sonra kapitanlar düyməni sıxıb həmin frazanı, yəni mahnının ardını tamamlamalısınız. Aydındır? Niyə dəyişdilər? Dəyişmişsiniz. Siz yenə də dəyişdiniz. Pərvin xanım biraz məşq elədi, açılışda yoruldu. Yəni yenidən sükanı verdi. Azad Şabanova, alqışlar. Dəyişmək olar, Zöhrə xanım. Dəyişmək olar, bəli. Kapitanlar turdan tura dəyişə bilər. Azad. Və istəyirsən son akordları, son nöqtəni özün vurasan. Uğurlar, bunun olub olmayacağını birazdan biləcəyik. Diqqət ekrana. Yeləsər dağlar, dağdan dumanı, anamın gözləri yoldadır bircə gümanı, bircə mənə qalmış gümanı, gidib görüm əziz anamı, aqallı dağlar. Çox cüzi fərqlə Rasim. Buyurun. Mahnını oxuyun. Bəli, ardını tamamlayın. Bulut kəsarını qoy, arabanı kəndə çasın. Dağdan elə dönə düzdən. Köhlən atı. Bravo. Gəlin baxaq. Bircə mənə qalmış gümanı, gidib görüm əziz anamı, aqallı dağlar. Bulut kəsaranı qoy, arabanı kəndə çatsın. Adamda yenə görək, düzdə
Ölməz Batalyon filmindən çox gözəl bir mahnı. Cahangir Cahangirovun gözəl əsəri, oxuyan da İslam Rızayev. Bəli, amma rolu oynayan Ceyhun Mirzəyev. Bəli. Allah rəhmət eləsin. 3 xalı qazandı sinema komandası və növbəti filmdən fraqment. Baxaq. Aləhlinə həmişə bu dünya qəfəs imiş. Aləhlinə həmişə bu dünya qəfəs imiş. Azad. Bu dəfə Azad. Əjdər müəllim. Əjdər müəllim, komandanızın ümidi sizədir. Hal əhlinə həmişə bu dünya qəfəs imiş. Bu dünyadan getməyə 4 təkər bəs imiş. Bəs bu nədir, nə işdir? Ah, bu nədir, nə işdir? Etirazınız var? Bir də hecadı deyim, nə deyim? Nə? Bu dünyadan getməyə 4 təkər bəs imiş. Bəs bu nədir? Yox, eyni. Demək olar eyni. Rasim, qayıt, utanma. Niyə? Fikir bildirirsən, burada nə var ki? Xal qazanmaq istəyirsən. Gəlin baxaq biləcəyik. Aləhlinə həmişə bu dünya qəfəs imiş. Aləhlinə həmişə bu dünya qəfəs imiş. Bu dünyadan qaçmağa 4 təkər bəs imiş. Bəs bu nədir, nə işdir? 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 Nə işdir, nə işdir? Nə? Bu o işdir ki, 3 xalı qazandı kino komandası. Bəli, qəbul edirəm. Bəli, bu film Papaq və yaxud Evlənmək istəyirəm filmindəndir. Demədə. Yollarda Şamil Süleyman. 3 xalı qazandınız. Bu turda hələ ki hesab bərabərdir. Və Zöhrə xanım, Əjdər müəllim, sonuncu filmdən fraqment. Xalqımın günləri zəl necə şən keçir, ən şirin arzular ürəyimdən keçir. Hey, çala bir zəfər hər nəfər yurdumuzda, abad olur el, oba, kənd, şəhər yurdumuzda, yurdumda. Azad. Xalqımın günləri nə gözəl, necə şən keçir, ən şirin arzular ürəyimdən keçir. Çala bir zəfər hər nəfər yurdumuzda, aman olur el, oba, kənd, şəhər yurdumuzda, yurdumda. Aça günlərimiz, daşa sellərimiz, yaşa ellərimiz, günlərimiz var. Bravo! Azad, təşəkkür. Amma gəlin orijinal variantı eşidək. Yurdumda aça güllərimiz, daşa sellərimiz, yaşa ellərimiz, günlərimiz var. Bəli, bravo. Onu bağışlamaq olarmı filmindən gözəl bir mahnı. Zöhrə xanım, kapitanlarınızı bağışlamaq olarmı? Olmaz. Və təbii ki, hansı komanda nə qədər xal toplayıb, hansı komanda qalib olub, bunu Zöhrə xanımın ifasından sonra biləcəyik. Qaş qaralır, kölgə tutur, yavaş meşəni. Könlüm səsdə, gözüm yolda, gözləyirəm mən səni. Səbrim getdi, harda qaldı, qaş qaraldı, gəlmədi. Bəlkə mən
çəkəmənib könlümdəki göyüntünü bilməm. Göyüntünü Zöhrə xanım, təşəkkür edirik. Çox gözəl bir mahnı, gözəl bir ifa. Görüş filmindən Ölməz bəstəkarımız Tofiq Quliyevin bəstəsi. Ölməz Şövkət xanım. Ölməz Şövkət xanım Ələkbərovanın ifası. Və gəldik çatdıq oyunun ən həyəcanlı anına. İndi biləcəyik ki, hansı komanda nə qədər xal toplayıb Kino. və bu kino günündə hansı komanda həm bu qələbə münasibəti ilə, həm də kino günü münasibəti ilə sevinəcək. Beləliklə, başlayaq sinema komandasından. Uduzanlar komandası. Bilmək olmaz, Zöhrə xanım, bilmək olmaz. Ümid axır dördü. Tamamla verişində çox gözlənilməz anlar olur. Sinema komandasının topladığı xal nə az, nə çox. Çox yaxşı nəticədir Zöhrə xanım. Yəni, bu cür oyundan çox yaxşı nəticədir. Bu cür qaçmaq. 9 xal, alqışlar. Və kino komandasının topladığı xal nə az, nə çox. 6 xal. Yox, 16 xal. 16 xal. Bəli, alqışlar kino komandası üçündür və sinema komandası üçündə. Beləliklə, əziz tamaşaçılar, oyunumuzun sonuna gəldik çatdı. Qalib kino komandasına sponsorumuz Batu Elektroniks'dən çox gözəl tefal qəzan dəsti hədiyyə etdik. Sinema komandasını da əl boş yola salmırıq. Onlara və eləcə də kino komandasına Çiko'dan hədiyyələr təqdim etdik. Təşəkkürlər sponsorlarımıza. Və bu gözəl gül buketlərinə görə dostumuz Edelvey isə dərin təşəkkürlər. Mənim öz təşəkkürlərim də var təbii ki. Geyinmə görə Binə Ticarət Mərkəzi 2-ci sıra 4-cü korpusda yerləşən Bagi kişi geyimləri dükanına öz dərin təşəkkürümü bildirirəm. Saç düzünmə görə isə həmişə olduğu kimi usta misirə dərin təşəkkürlər. Beləliklə, bugün bu yerdə əziz tamaşaçılar biz tamamla verilişini tamamladıq. Gələn həftə eyni gündə, eyni saatda yenidən qarşınızda olacaq. Sağ olun.